Hər kəsi salamlayıram. İzahımız Güvən 2024 test toplusundan fırlanma cisimləri mövzusunun B variantının testlərinin izahları olacaq. Blok imtahanına hazırlaşan hər bir abituriyentə uğurlar arzulayıram. İnşallah hər şey yaxşı olar. Vaxt itirmədən keçək sualların izahlarına şagirdlər. Deməli, kanala abunə olmağı unutmayın. Deməli, birinci sualımız belədir. Katetləri belə olan düzbucaqlı üçbucağın kiçik katetlər ətrafında fırlanmasına alınan fiqurun həcmini tapın. Deyək ki, bu düzbucaqlı üçbucaqdır. Kiçik kateti ətrafında fırlanmasından baxın, hansı tərəf ətrafında fırlanırsa, həmin tərəf hündürlük olacaq. Hansı tərəf ətrafında fırlanırsa, həmin tərəf hündürlükdür. Deməli, onda kiçik katet buna 5 deyək, buna 6 deyək. Bunun ətrafında fırladanda, şagirdlər, belə bir konus yaranır. Aşağıları çevrə cızır. Belə bir konus yaranır. Bizdən bu konusun nəyini soruşur? Həcmini soruşur. Bu 6-dırsa radiusu, deməli bu da 6-dır. Konusun həcmi V bərabərdir. 3/1 S oturacaq. S oturacaq. Vurulsun H düsturundan tapılır. 3/1 S oturacaq. Oturacağı dairə, dairənin sahəsi pi r kvadratı. R 6'dır kvadratı 36. Pi vurulsun bir də H. H da 5'dir. İndi buradan bunlar gedər. Qalar 12 vur 5. Yəni 60 pi. Cavabımız oldu 60 pi. İkinci suala baxıram şagirdlər. Konusun doğranı belədir. Belə bir konus çəkək. Deyir ki, konusun doğranı 9 kök 2'dir. Bura 9 kök 2. Ox kəsiyinin təpə bucağı 90 dərəcədir. Konusun ox kəsiyi üçbucaq şagirdlər baxın. Konusun ox kəsiyi budur. Qırmızı ilə göstərdiyim üçbucaq. Həmin üçbucaq da düzbucaqlı üçbucaqdır. Çünki təpə bucağı deyir 90 dərəcədir. İndi bu 9 kök 2-dirsə, aydın məsələdir. Bu da 9 kök 2-dir. O zaman bu təpədən çəkilmiş hündürlük, ümumiyyətlə belə deyək də, bu hündürlüyü, yəni bu konusun hündürlüyü həm tənbölən, həm də median olacaq. Çünki bərabər yanlı üçbucaqda təpədən çəkilmiş hündürlük həm tənbölən, həm də mediandır. Aydın məsələdir ki, bunun r olduğunu bilirsiniz. 90 dərəcəni də böləcək 45, 45. İndi konusun oturacağının sahəsi s bərabərdir pi r kvadratından hesablanacaq. Pi vurulsun r. İndi r neçədir? Aydın məsələdir ki, bu da buna bərabərdir. Çünki bu bucaq 45-dirsə, bu bucaq da 45-dir. Onda radiusumuz olacaq neçə? 9. Bu da 9. Çünki bərabər yanlı düzbucaqlı üçbucağın kateti, məsələn 9-dursa, hipotenuzu onun kökdə 2 mislidir və ya Pifaqor teoremindən də tapa bilərsiniz. Elədir 81 pi. Yəni A. Üçüncü sual. Deyir ki, burada konusun hündürlüyü 4, ox kəsiyin sahəsi isə 12'dir. Konusun həcmini tapın. Baxın, bir dənə də konus çəkək. Fikir verin şagirdlər. Deyir ki, konusun hündürlüyü 4, ox kəsiyinin sahəsi 12'dir. Dedik ki, ox kəsiyi, konusun ox kəsiyi üçbucaqdır. Bərabər yanlı üçbucaqdır. Çünki doğranlar bir-birinə bərabər olur. Digər hallarda bərabər tərəfli də ola bilər. Sonra düzbucaqlı da ola bilər. Məsələn, bundan əvvəlki sualda fikir verin, düzbucaqlı üçbucağı idi, ox kəsiyi. İndi fərqlidir, amma normalda bunlar el doğranlar olduğu üçün bir-birinə bərabər olur. Ox kəsiyinin sahəsi 12'dir. Deməli, bu üçbucağın, baxın, bu üçbucağın sahəsi 12'dirsə, bu üçbucağın sahəsi necə tapılır? Tərəfimiz 2r'dir, radiuslardır. Çünki bunlar r. Tərəfə çəkilmiş hündürlük hasilinin yarısı bərabərdir, olmalıdır 12. Buradan da 4r bərabərdir 12'yə, r də bərabərdir 3'ə. İndi radius 3-dürsə, konusun həcmini soruşur. Deməli, bunlar 3'dür, bu da 3'dür. Konusun həcmi də, aydın məsələdir, v bərabərdir 3/1 s oturacaq, vuraç 3/1 s oturacaq. Oturacağı radius 3 olan dairədir. Dairənin sahəsi pi r kvadratıdır. 9 pi vur h. Bu da ixtisar getdi, qaldı 12 pi. Konusun həcmi
Baxın 2 pi. Silindrin dördüncü sual. Ox kəsiyi kvadrat. Baxın belə bir silindirdir. Silindir düzbucaqlının bir tərəf ətrafında fırlanmasından alınan fırlanma cismidir. Bu oldu silindirimiz bizim. Biraz da səliqəli eləyək. Silindirlə bağlı iki sualdır. Bu silindirdir. Silindrin ox kəsiyi kvadrat. Bax, silindrin ox kəsiyi normalda düzbucaqlıdır. Budur. Amma bu misalda deyir ki, artıq kvadratdır. Kvadratdırsa, bu silindrin aşağı oturacağın diametri də adlandırıram A, B, C-dir məsələn. Burada radiuslar var. Bu da radiusdur, bu da radiusdur. Ox kəsiyi, bu da hündürlükdür. Ox kəsiyi kvadratdırsa, artıq 2r h-a bərabər olmuş olur. Çünki kvadratın tərəfləri bərabərdir. Oturacağın radiusu da 2-dir. Onda bu 2-dirsə, h-ımız alındı buradan 4. Silindrin həcmi V bərabərdir. S oturacaq vur h. Oturacağın sahəsi radiusu 2 olan dairə, dairənin sahəsi pi kvadratından tapılır. Pi, r də 2-dir. Kvadratı 4, vur h da 4-dür. Elədi neçə? 16 pi. Bu da variantı 5. Düzbucaqlının eni belə, uzunu belə fırlanmasından alınan fiqurun tam səthinin sahəsi. Baxın, düzbucaqlıdır. Deyək ki, bu düzbucaqlıdır. Bu düzbucağının eni 6'dır, uzunu da 10'dur. Deyir, uzunluğu ətrafında fırlanmasından alınan fiqurun tam səthini tap. İndi bunu baxın, nə edirəm? Uzunluğu neçə idi? 10 idi, düzdür? Eni də 6 idi. İndi uzunluğu ətrafında fırlanırsa, dedik ki, hansı tərəf ətrafında fırlanırsa, həmin tərəf hündürlükdür. Həmin tərəf hündürlükdürsə, şagirdlər, bu tərəfə köçürüldü. Baxın, belə köçürüldü. Biraz da səliqəli eləyək. Aşağıları da dedik ki, dairə cızır. Baxın, bu şəkildə. Alındı silindir. Bir də təkrar edirəm. Hansı tərəf ətrafında fırlanırsa, həmin tərəfimiz hündürlük olacaq. Katetimiz də N6 idi. Daha doğrusu, radiusumuz da N6 idi. Düzbucağlının eni bura 6 idi. Deməli, burada 6'dır. Radiuslar oldu bunlar. Hündürlük də H 10'dur. Tam səthin sahəsi S tam bərabərdir. 2 pi r h düsturundan hesablanır. Gətirib yerinə qoya bilərsiniz. 6-cı sual. Sual 6. Bərabər tərəfli silindir dedik ki, ox kəsiyi kvadrat olan silindirdir. Belə bir silindir çəkirəm. Şagirdlər, bərabər tərəfli olduğu üçün dedik ki, ox kəsiyi kvadratdır, yəni 2r h-a bərabərdir. Bu da h-dır. Yan səthi sahəsini soruşur. S yan bərabərdir. Yan səthi yuxarıda tam səthini soruşur deyiləm. Baxın, fiqurun tam səthi. Mən burada yan səthi yazmışam şagirdlər. S yandır bu. Bizə S tamı soruşurdu. S tam necə idi? 2S oturacaq. Üstəgəl S yan ilə tapılır. S oturacaq pi r kvadratıdır. Pi r kvadratı. Bir dənə 2'yə vurursunuz. S yanda 2 pi r-dır. Gətirib burada yerinə yazasınız. Mən S yan oxumuşam. S tam deyir yuxarıda. Amma burada S yan deyir. S yan isə 2 pi r-dır. 2 pi r h. 2 r'in yerinə h yazırsınız. 2 r'in yerinə h yazırsınız. Hamısı cavablar h-landır. Baxın, belədir də. 2 r pi h deyək tutaq ki. 2 r'in yerinə h yazanda olur h kvadratı vur pi. Yəni y. 7-ci sual.
Silindrin tam səthinin sahəsi 100 pi santimetr, oturacağının diametri isə belədir. Silindrin həcmini tapın. Deyək ki, bu silindirdir. Bu silindrin tam səthinin sahəsi 100 pidir. Tam səhti 2 pi r kvadratı üstə gəl 2 pi r h düsturu ilə tapılırdı. Bu da 100 pidir. Buradan 2 pi r mötərizə xaricinə çıxsa qalar r üstə gəl h bərabərdir 100 pi. Buradan da 2 pi ilə 100 pini ixtisar edəsəm qalar r vur r plus h bərabərdir 50-yə. Silindrin oturacağının diametri 10'dursa, onda radius 5'dir də. Gətirib yerinə yazsam 5 üstə gəl h bərabərdir 50'yə. Buradan da 5 plus h bərabərdir 10'a. H da bərabərdir 5'ə. Silindrin həcmini soruşur. V bərabərdir. S oturacaq vur h-dır. Yəni pi r kvadratı vur h-dır. Hər şey var. Gətirib yerinə yazacaqsınız sadəcə. R də 5'dir, h da 5'dir. 8-ci sual. Kvadratın tərəfi 9, tərəfi ətrafında fırlanmasına alınan fiqurun səthinin sahəsini tapın. Bu kvadratdır. Deməli, fırlanan zaman belə bir silindir yaranır. Burada deyir ki bizə silindir yaranır. Bizdən bu silindirin tam səthinin sahəsini soruşur. Bu 9'dur. Şagirdlər, bu da 9'dur. Tərəf 9'dur. İndi radius, baxın, belə deyək də. Buradan görə bilməyəcəksiniz artıq onu siz. Şəkli belə çəkək. Bu 9'dur, bu 9'dur. 9 ətrafında fırlananda bu tərəfə köçürülür silindir. Belə deyək də. Baxın, bu şəkildə. Alınır burada belə bir silindir. Baxın, belə bir silindir alınır. Bu 9'dursa, onda bu da 9 olur. Çünki kvadratdır bütün tərəflər. Bu da 9'dur. Yəni radius da 9, hündürlük də 9 olan bir silindir yaranır. Həmin silindirin deməli səthinin sahəsi, yəni tam səthinin sahəsini soruşur. 2 pi r kvadratı üstə gəl 2 pi r h. S tam nəyə bərabərdir? 2s oturacaq üstə gəl s yan. Gətirib sadəcə yerinə qoyacaqsınız burada. 9-cu sual. Bu silindirdir. Silindirin hündürlüyü burada 9'dur. Bizə deyir oturacağın radiusu 3'dür. Baxın, oturacağın radiusu bura 3'dür. Ox kəsiyin diaqonalı. Ox kəsiyi dedik ki düzbucaqlıdır. Baxın, bu düzbucaqlıdır ox kəsiyi. Bunun diaqonalı verilib bizə. Bunu soruşur bizdən. Şagirdlər bunu soruşur. Bu da 90 dərəcədir. Pifaqor teoremi 81 üstə gəl. Deməli 9'un kvadratı 81 üstə gəl 6'nın kvadratı 36. Bu da eləyir bərabərdir d kvadratı desək. Diaqonal eləyər kök altında. Deməli silindirin hündürlüyü 9. Oturacağın radiusu 3'dür. Ox kəsiyin diaqonalı. Deməli silindirin hündürlüyü 8'dir şagirdlər. 9 yazmışam. 8'in kvadratı 64. Deməli, D də buradan eləyir neçə? 10. Yəni cavabımız oldu 10. 10-cu suala baxıram. 10. Konusun yan səthinin sahəsi verilib, oturacağın radiusu verilib, konusun tam səthinin sahəsini soruşur. Bu konusdur. Konusun yan səthinin sahəsi deməli S yan bərabərdir pi r l düsturundan tapılır. Pi vur r vur l bərabərdir yan səthdə 21 pi'yə.
Pilər getdi. RL bərabərdir 21'e. Oturacağının radiusu bizə verilib. 4 verilibdir. R bərabər 4. Konusun tam seçici. Buna ehtiyac yoxdur. S tam nəyə bərabərdir? S yan üstə gəl. S oturacaqdır da düsturu. S yanı zaten veriblər 21 pi. Heç onu tapmaya ehtiyac yoxdur. Oturacağı da dairənin sahəsi pi r kvadratı. O da 16 pi. Bunları da toplasaq 37 pi alaraq. Yəni variantı 11. Konusun doğranı verilib. Ox kəsiyin təpə bucağı verib oturacağın sahəsini soruşur. Bu konusdur. Konusun bu ox kəsiyidir. Düz bucaqlı üç bucaqdır. 4/2 doğran 4/2'dir. Ox kəsiyin təpə bucağı. Onun oturacağının sahəsi. Aydın məsələdir ki, bu həm tən bölən, həm median, həm də hündürlükdür. 45 böləcək. Bunda bu da 45'dir. Aydın məsələdir ki, bu 4 olmalıdır, bu da 4 olmalıdır. Yəni radius 4 olmalıdır. 4. Katetləri 4'dürsə, hipotenuz onun kökdə 2 mislidir, 4/2'dir. Oturacağın sahəsi də pi r kvadratından tapılar. Cavab eləyər 16 pi. Yəni A variantı. 12-ci sual sadədir. Həmin sualdır deyərdim ki, sadə sualdır. Kiçik katet ətrafında fırladasınız. Həmin katet olacaq hündürlük. Yəni belə. Baxın, belə bir düzbucaqlı üçbucaqdır. Fırlanan zaman belə bir konus yaranmış olur. Bura 12'dir radius, bu da 12'dir radius. Fırlanan tərəf hündürlükdür. Burada 13 aydın məsələdir. Həcmini də tapa bilərsiniz. 3/1 S oturacaq vur H düsturu ilə. 13-cü sual. Ox kəsiyinin sahəsi belə olan silindrin oturacağın radiusu verilmişdir. Silindrin tam səthinin sahəsini tapın. Ox kəsiyinin sahəsi belə olan silindrin. Baxın, belə bir silindirdir. Ox kəsiyi dedik ki, düzbucaqlıdır. Yəni 2R vurulsun H. Ox kəsiyinin sahəsi, düzbucağının sahəsi necə tapılır? N vur uzunluq bərabərdir 12. Oturacağın radiusu da 3'dür. 6 vur H bərabərdir 12. H da 2. Deməli hündürlüyü 2'dir. Bunlar da 3'dür. Tam səthinin sahəsi silindrin S tam nəyə bərabərdir? 2S oturacaq. Üstə gəl. S yan. S yan üstə gəl 2S oturacaq. Əssalam, hər şey var, yerinə gətirib yazasınız. 14-cü sual. Bunlar çox sadə olduğu üçün üzərində durmuram. Axıra kimi hesablama əməliyyatı aparmıram. Çünki hər şey var da, yerinə yazma rahat. Ox kəsiyinin diaqonalı. Bu da yuxarıdakı sualdan da oxşar sualda özünüz yazarsınız. 15. Bərabər tərəfli silindrin hündürlüyü verib yan səthinin sahəsini soruşur. Bərabər tərəfli silindir. Baxın, dedik ki, bərabər tərəfli silindrin ox kəsiyi kvadratdır. Artıq düzbucaqlı deyil. O zaman 2R'im, yəni diametrim hündürlüyə bərabərdir. Yan səthinin sahəsi də S yan ilə bərabərdir. 2 pi R H düsturundan tapılır. Oxşar sual deyəsən, yerinə yazsaz bu alınır. 16-cı sual. Silindrin yan səthinin açılışı belədir. Hündürlüyü isə budur. Silindrin tam səthinin sahəsini tapın. Silindrin yan səthinin açılışı zamanı şagirdlər belə bir düzbucaqlı və belə bir çevrələr yaranır. Dedik ki, bura yan səthinin açılışı zamanı 2 pi r, yəni çevrənin uzunluğudur. Bu da H-dir. Ona görə də S yan olur 2 pi r H. Deməli deyir, uzunluğu 20 cm, hündürlüyü 15, yəni H-ımız 15, uzunluğumuz 2 pi r bərabərdir 20 cm. Bu 2 ilə bunu ixtisar etsəm, pi r bərabərdir 10 olur. R də bərabərdir buradan 10 bölünsün pi. Silindrin deməli səthinin sahəsi, yəni tam səthinin sahəsini soruşur. S tam bərabərdir S yan.
S-yanım 2 pRH-dır. 2 vur, pi vur, R. 10 böl pi'dir. Vur H-da. H-da 15 verilib. Buradan alınır neçə? 300. Üstə gəl. 300'ün üzerine geleceğim. 2s oturacaq. 2s oturacaq. Çünkü düsturumuz belədir. S-tamın düsturu necə idi? S-yan üstə gəl, S oturacaq. 2s oturacaq. İndiki 2s oturacağı tapıram. 2 vur pi r kvadratıdır. Pi r kvadratı. 2 vur pi r'də 10 böl pi kvadratı 100 böl pi kvadratıdır. İxtisar gedər. Qalar 200 böl pi. Yəni cavabım oldu neçə? 200 böl pi üstə gəl 300. Yəni C variantı. 17. sual. Sual 17. Hündürlüğü 6 kök 2 santimetr olan konusun ox kəsiyi bərabər tərəfli üçbucaqlı konusun yan səthinin sahəsi. Deyək ki, bu konusdur. Bu konusun hündürlüyü 6 kök 2'dir. Ox kəsiyi bərabər tərəfli üçbucaqdır. Baxın, indi bərabər tərəfli üçbucaq olması üçün bu ABC-ni görürsünüz. Bu ABC ox kəsiyidir bunun. Adətən ümumiyyətlə doğranlar bir-birinə bərabər olduğu üçün bu bərabər yanlı üçbucaq olur. Xüsusi hallarda düzbucaqlı üçbucaq da olar. İndi baxın, bərabər tərəflidir. Onda doğran 2 r bərabərdir. Yəni L 2 r bərabərdir. Çünki bütün tərəflər bərabər olmalıdır. Konusun yan səthinin sahəsi də S-yan da deməli pi r L düsturundan tapılır. İndi aydın məsələdir ki, bərabər tərəflidir. Bura 60'dır. Bura 30 oldu. Belə. Deməli, konusun yan səthinin sahəsi üçün bizə R lazımdır. Bir də L lazımdır. Onları taparıq. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. 60 dərəcəli bucaq qarşısındakı katet digər katetin kökdə 3 mislidir. Onda bu OS deyək də, bu OS radius 6 kök 2'ni bölməliyəm kök 3'e. Çünkü 60 dərəcəli bucaq qarşısındakı katet digər katetin kökdə 3 mislidir. Bunu kökdə 3'e vuranda 6 kök 2 alınır. Bu radiusumuzdur. Deməli, doğranımız da L bərabərdir 12 mislidir. Çünkü 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısı. Onda burada 12 kök 2 bölünsün kök 3'dür. Bunlar bir-birinə vurmaq lazım. Bunlar bir-birinə vuranda 6 kök 2 böl kök 3 vur 12 kök 2 böl kök 3 vur bir də pi. İndi kökçü kökçə vuranda alındı burada 3. Burada da 72 vur 2 vur pi. 3 ilə 72 gedir 24. 2 də burada 48 pi alarıq. Cavabımız olar 48 pi. Növbəti 18. sual. Konusun oturacağının ox kəsiyidir. Konusun üçbucaqdır. Kəsiyin sahəsini tapın. Konusdur belə. Bu konusun bizə deyir ki, bu konusun oturacağın radiusu 5'dir. Bura 5'dir. Ox kəsiyi isə düzbucaqlı üçbucaqdır. Baxın, bu düzbucaqlı üçbucaqdır. Kəsiyin sahəsi, düzbucaqlı üçbucağın sahəsini soruşur şagirdlər. İndi diqqətlə baxsaz, bu L bir-birinə bərabər olduğu üçün bu hündürlük həm mediandır 5-5, həm də tənböləndir. Onda bura da 45'dir, bura da 45'dir. Onda bura da 45'dir. Onda bu 5'dirsə hündürlükdə 5'dir, doğuran da 5 kök 2'dir. Bizdən bu kəsiyin, yəni bu ABC düzbucaqlı üçbucağının sahəsini soruşur. Doğuran bu da buna bərabərdir. Bu da 5 kök 2'dir. Bu da katetlərdir. 5 kök 2, digəri də 5 kök 2. Bunun sahəsi katetlər AS'nin yarısı. Yəni cavabımız qalar 25 burada. 19. sual. 19 oxşar sualdır. Ox kəsiyi belə olan bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucaq olanda L
2 yerə bərabər olur. Çünki doğuran diametrə bərabər olmalıdır. Hər şey var, istifadə edəcəksiniz, yazacaqsınız. 20. Belə olan fiqurun həcmi. Bu da oxşar sual şagirdlər. Katetləri belə olan düzbucaqlı. Baxın. Düzbucaqlı üçbucağın, düzbucaqlı üçbucağın. Düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaq alınmaq istəmir. Bu 3'dür, bu da 4'dür. Kiçik katet. Deməli 3 olan katet hündürlük olacaq. Kiçik katet dediği üçün. Deməli bunu da buna birləşdirin. Bu da olsun R4. Bunu da doğuran 5'dir. Belə bir konus yarandı. Bu konusun daha həcmini tapmağa nə var? Özünüz işləyə bilərsiniz. Hər şey var. Suallar çox sadədir B variantından. Nədənsə bəlkə axıra yaxın biraz dozası artar. Doğranı belə olan oturacaq müstəvisil 60 dərəcə bucaq ilə gətirən konusun daxilinə radisi olan, dediyimiz söz gəlib üstünə düşdü. Doğranı belə olan müstəvi ilə doğranı oturacaq müstəvisi ilə belə olan konusun daxilinə radiusu belə olan kürə çəkilmişdir. Konusun yan səthinin sahəsini tapın. İndi burada nəyə fikir verməlisiniz? Bax, bir dənə konus çəkirəm. Şagirdlər. Əslində çətin sual deyil. Baxın, sadəcə bir dənə başa düşəsiniz. Deyək ki, bu konusdur. Konusun doğranı, yəni bu el oturacaq müstəvisi ilə 60 dərəcə bucaq ilə gətirib. Bu belə deyək də, bu el xəttdir. Bu xəttin, baxın bu xəttdir. Bu xəttin oturacaq müstəvisi ilə, müstəvi ilə əmələ gətirdiyi bu bucaq hansı bucaqdır? Həmin o xəttdə bir dənə perpendikulyar endirirdik. Elə həmin perpendikulyar bu H-dır, görürsünüz. Və onun proyeksiyasıdır. Proyeksiyası ilə xətt arasında qalan bucağa deyirdik biz müstəvi ilə əmələ gətirdiyi bucaq. Yəni o bucaq, şagirdlər, deməli bu bucaqda 60'dır. Onda hər yerə 60'dır. Çünki bunlar bir-birinə bərabər oldu. 60-60. Oldu bu bərabər tərəfli üçbucaq. Baxın, ox kəsiyi bərabər tərəfli üçbucaqdır. Radiusu da 2'dir. Radiusu da 2 isə, radiusu 2, tərəf onda 4'dür. Bu da 2 idi, bu da 2 idi. Konusun yan səthinin sahəsi bizə S-yan bərabərdir. Pi RL düsturu lazımdır. Konusun yan səthinin sahəsi üçün. Bu radius, konusun radiusu 2 deyil. Üzürlüsən, konusun radiusu 2 deyil. Konusun daxilinə kürə çəkilibdir. Konusun daxilinə kürə çəkilib. Baxın, bu konusun daxilinə kürə çəkiləndə bu kürə onun konusun ox kəsiyində olan bərabər tərəfli üçbucağa toxunur. Yəni onun daxilinə çəkilmiş bir kürədir. Diqqətli olun. Bir də deyirəm. Bu konusun daxilinə deyir ki, kürə çəkilmişdir. Bu konusun daxilinə çəkilmiş kürə var ha. Bir dənə bu şəkildə düzəldim. Yaxşıdır. Baxın, konusun daxilinə 2 cm, radiusu 2 cm olan kürə çəkilmişdir. Bu konusun daxilinə çəkilən kürə, yəni bu çevrə deyək, bu bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrədir. Yəni bunun konusun daxilinə çəkilmiş kürənin radiusu, bu R kürənin radiusu 2'dir deyir, elə deyilmi? Bax, bu 2 bu bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusuna bərabərdir. Bərabər tərəfli üçbucaqda da daxilə çəkilmiş çevrənin radiusu A kök 3 böl 6 ilə tapılır. Bunu bərabər eləyin 2'yə. A kök 3 bərabərdir 12'yə. A da bərabərdir buradan 4 kök 3. Yəni tərəf alındı 4 kök 3. Bizdə də tərəf eldə də doğrandır. Yəni 4 kök 3'dür. Biz indi buradan elde tapdıq. Gətirib yerinə yaza bilərik. Pi R R'i də tapaq buradan. Bura 30 dərəcədir. Bura 30 dərəcədir. Bura 60. 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Onda burada 2 kök 3'dür. Yəni pi vur 2 kök 3 vur 4 kök 3. Cavabımız olur 24 pi. Yəni Y variantı. Başa düşdünüz də şagirdlər, bir də təkrar edirəm. Bu konusun daxilinə kürə çəkilibdir və daxilə çəkilmiş kürənin radiusu da 2'dir.
Bu 2 həmin o kürə konusun daxilinə çəkiləndə bu ox kəsiyi bərabər tərəfli üçbucaqdır ya. Bax o üçbucağın daxilinə çəkilmiş çevrənin radiusuna bərabərdir. Elə bil bunun daxilinə konus çəkiləndə bu çevrə bu bərabər tərəfli üçbucaq, ox kəsiyi bərabər tərəfli üçbucaqdır bu sualda. Onun daxilinə çəkilmiş çevrənin radiusuna bərabərdir. Həmin o kürənin radiusu çevrənin radiusuna bərabərdir. Daxilə çəkilmiş. Biz oradan tərəf tapa bilirik. Diqqətli olun. 22-ci suala baxıram. Sual 22. Kəsik konusun doğranı belə verib, bir dənə kəsik konus çəkək. Bu kəsik konusdur. Doğranı 6 santimetrdir. 6 santimetr. Və alt oturacaqla 30 əcəb bucağı buraya gətirir. Alt oturacaqla 30 dərəcə bucağı buraya gətirir. Baxın, bu bucaq deməli 30 dərəcədir. İndi ox kəsiyin diaqonalı ilə üst oturacaqla ox kəsiyinin diaqonalı üst oturacaqla alfa bucağı əmələ gətirir. Kəsik konusunun yan səthinin sahəsini tapın. Üst oturacağı ox kəsiyin diaqonalı. Əvvəlcə ox kəsiyin diaqonalına baxaq. Bu bunun ox kəsiyidir şagirdlər. Kəsik konusunun ox kəsiyi trapesiyadır. Baxın, bu göylə göstərdiyim trapesiyadır. İndi mən bunu kənara çıxardıram. Belə bir trapesiyadır. Bunlar 6'dır. İndi bu bucağı buradan bir hündürlük çəkirəm. Bura 30 dərəcədir. 30 dərəcə bucaq qarşısındakı katit hipotenuzun yarısıdır. Deməli bu 3'dür. Onda bu da 3 idi. Yəni bu hündürlük elədi 3. İndi bura 3'dürsə, baxaq, bura 3'dürsə. Burada 60'dır. İndi daha sonra bax, diqqətlə baxın. Bu 3'dür. Baxın, bunu qırmızı ilə çəkirəm bu hündürlüyü. Buranın bizə verdi 3. Bunu boş düşdük. Bu hündürlüyü də çəkirəm buradan. Bu da elədi 3. İndi bizdən ümumiyyətlə nə soruşur? Kəsik konusun yan səthinin sahəsi. Ümumiyyətlə kəsik konusun yan səthinin sahəsi necə tapılır? S yan bərabərdir pi l vurulsun r plus r düsturu ilə tapılır. İndi və məsələnin şərtində nə soruşur? Bunu soruşur. Və bir də ox kəsiyinin diaqonalı üst oturacaqla alfa bucağını əmələ gətirir. Baxın, ox kəsiyinin diaqonalı, bu ox kəsiyi dedik ki, budur. Bu diaqonal üst oturacaqla alfa bucağı əmələ gətirir. Bax, bu bucaq, bu qırmızı ilə göstərdiyim bucaq, baxın, alfa bucağıdır. Bizə də bir dənə bunu veribdir. Həmin o bucaqda, bunu buradan silirəm, həmin o diaqonal, baxın, budur da, trapesiyanın diaqonalıdır, aydın məsələdir, görürsünüz. Bu bucaq alfadır. Bu bucağı alfa veribdir. Şagirdlər, diqqətlə baxsaq, o bucaq ilə bu bucaq, bu hündürlüyü də buradan silirəm, qarışmasın. Bunu da silirəm. O bucaq bu bucaqla çarpaz olduğu üçün bu da elə alfadır. Yəqin ki, aydındır. İndi fikir versəniz yuxarıda, burada kiçik r, burada da kiçik r dayanmışdı. Harada ora? Şəkildən fikir verin. Burada kiçik r idi, burada kiçik r idi. Onda bura böyük r idi, burada böyük r idi. Yəqin o hissə aydındır sizə. İndi burada da bura böyük r'dir, burada böyük r'dir. Elə deyilmi? Növbəti hündürlüyü də çəksək, buradan görmək olur zaten. Çəkək bu hündürlüyü də. Qarışmasın, belə çəkək yaxşı. Çəkdim o hündürlüyü. İndi bərabər yanlı trapesiyadı görürsünüz. Bərabər yanlı trapesiyada hansı xassələri bilirik? Demişik ki, təpədən bir dənə hündürlük çəkildiyi zaman
Ümumiyyətlə baxın, belə deyək də. Bir dənə trapesiya çəkim. Bu şəkildə çox iş var. Ona görə də buradan yaxşı görmək olmur. Bir dənə səliqəli trapesiya çəkə bilsək. Çəkəz deyil. Tək-tək çəkərik biz də. Baxın, bərabər yanlı trapesiyada bu A-dır, bu A-dır deyək. Təpədən bir dənə hündürlüyü çəkirəm. Buna A deməyək də, bir X deyək, bərabərdir. Təpədən bir dənə hündürlük çəkirəm. Bu kiçik oturacaq idi, bu da böyük oturacaq. Dedik ki, kiçik oturacağın ümumiyyətlə təpədən bir dənə hündürlük çəkildiyi zaman bərabər yanlı trapesiyada təpədən bir hündürlük endirdiyimiz zaman hündürlüyün böyük oturacaq üzərində ayırdığı ən böyük parça, bu AB deyək buna, bu AB parçası hər zaman orta xəttə bərabərdir. Yəni A üstəgəl B bölünsün 2. Aydın məsələdir də bu artıq. Bunu buradan çəksək, bura nə olacaq? B çıx A bölü 2, burada B çıx A bölü 2. Bu artıq xassə idi. İndi onu da buradan nəzərə alsaq, bu hissəyə baxıram, baxın şagirdlər, bu hissəyə baxıram. Bu hissədə nə olacaq? Bunu pozaq. Olacaqmı belə? Diqqətlə baxsaz, bu hissə olacaq. Orta xətt, yəni 2R üstəgəl 2R bölünsün 2. Bu da elədir R plus R. Elə bizə R plus R lazımdır S-yanı tapmaq üçün. Baxın, S-yana fikir verin. Düsturda R plus R var. İndi mən də oradan indi bu alfa bucağı ilə alfa bucağı da var axı. Kəsik qansın əmələ gətirir. İndi bu R plus R-i də həmin o alfa ilə əlaqələndirəcəm. Əlaqələndirək. Cavablar hər yerdə kotangensdir. Bu bucağın alfası, kotangens alfası bitişik katetin, yəni R plus R-in qarşıdakı katetə nisbətidir. Onda buradan R plus biz R-i neyini bilərik? Tapa bilərik. Alınır nə? 3 kotangens alfa. İndi gətirib S-yanda yerinə qoyuram. S-yan bərabərdir. Pi L. L 6-dır. Doğuran 6-dır. 6 pi vurulsun 3 kotangens alfa. Cavabım 18 pi kotangens alfadır. Yəni D variantı. Bax, belə bir sual idi. Yəqin ki, başa düşdünüz, qaranlıq bir şey qalmadı. Bir də qısa üzərindən gedək. Deməli, kəsik konusun ox kəsiyi trapesiyadır. Biz bu trapesiyanın diaqonalı üst oturacaqla deyir ki, alfa bucağı ilə gətirib. Bu alfa ilə də, bu alfa, ağla göstərdiyim alfa, görürsünüz ki, çarpaz bucaqlardır. Mənim də misalımda, yəni S-yanı tapdığım zaman R plus R yaranır. Mən onu nə ilənsə əlaqələndirməliyəm. Və bunu da aşağıda göstərdim. Dedim ki, trapesiyada, belə bir trapesiyadır, bərabər yanlı trapesiyadır. Təpədən bir hündürlük endirdiyimiz zaman hündürlüyün oturacaqdan, böyük oturacaqdan ayırdığı bu ən böyük parça hər zaman orta xəttdir. Bizim trapesiyanın da tərəfləri 2R, balaca 2R, bir də böyük 2R olduğu üçün orta xəttim olur R plus R. İndi bu R plus R-dirsə, baxın, bura R plus R-dir artıq. R plus R. Alfa var, 2 katet var, alfa var. Onu kotangenslə əlaqələndirdim. Daha sonra gətirib S-yanda yerinə qoydum. Vəssalam, bitdi. Belə bir sualdır. 23. Silindrin hündürlüyü belədir. Ox kəsiyin diaqonal oturacaq müstəvisinə əmələ gətirir. Silindrin xaricinə çəkilmiş kürənin həcmini tapın. Deməli, belə bir silindirdir. Silindrin hündürlüyü 4-dür. Ox kəsiyin diaqonal oturacağı müstəvisinə. Ox kəsiyin diaqonalı budur şagirdlər. Ox kəsiyin diaqonalı oturacaq müstəvisi ilə ostəcəb bucaq əmələ gətirir. Ostəcəb bucaq qarşısındakı katet hipotenuzun yarısıdırsa, onda bizim diaqonalımız 8-dir.
Silindrin xaricinə çəkilmiş kürənin həcmini soruşur. İndi əgər mən bu silindrin xaricinə kürə çəksəm, da ki bunun xaricində də bir dənə kürə var. Kürə çəksəm, fikir verin, bu kürənin radiusu, belə deyək də, təqribən deyək, kürə çəksəm, bu kürənin radiusu, fikir verin, bu kürənin radiusu, kürənin radiusu diaqonalın yarısına bərabərdir. Bizim diaqonalımızda verilibdir neçə? 8. 8 bölü 2 4. V bərabərdir. Kürənin həcmi 3'də 4 pi r kubu düsturundan tapılır. Bu da eləyər 4'ün kubu 64. 256 pi bölünsün 3. Yəni B variantı. 24-cü suala baxıram. Oturacağın radiusu belə olan konus formalı qaba göstərildiyi kimi su tökülmüşdür. Qabın hündürlüyü 6 cm. Suyun səviyyəsi H 3 olarsa qabdakı suyun həcmini tapın. Suyun səviyyəsi, qabın hündürlüyü 6, suyun səviyyəsi H bərabər 3 olarsa qabdakı suyun həcmini tapın. Aha. İndi diqqətlə baxın, bu konusdur da, kəsik konusdur. Bu konusun, bu qabın hündürlüyü 3'dürsə, bu kəsik konusun hündürlüyü də 3'dür. Oturacağın radiusu 6'dır. Yəni bura 6'dır şagirdlər. 6'dır. Qabın hündürlüyü də 6 santimetrdir. Onda belə çıxır ki, buradan, baxın başqa renklə göstərək. Bura ümumi 6 santimetrdirsə, 6, qabın hündürlüyü 6 santimetr. 6'dırsa, ümumi 6'dırsa, onda bura da 3'dür də. Ümumi 6 olmalıdır qabın hündürlüyü. Çünki bura qədər 3 idi. İndi bizdən bunun nəyini soruşur? Qabdakı suyun həcmini soruşur. Qabdakı suyun həcmini tapmaq üçün V, belə deyək də, böyük konus və böyük konusdan, yəni baxın, V böyük konus deyəndə bu bütöv konusu nəzərdə tuturam. Bu böyük konusun həcmindən mən, baxın bu kiçik konusu görürsünüz burada, bu kiçik konus. Bu V kiçik konusu çıxsam, qalar V kəsik konusun həcmi, yəni o qabdakı suyun həcmi qalar. İndi fikir versəniz, bu belə bir böyük konusdur. Bu konusun oturacağın radiusu 6'dır, hündürlük də 6'dır. Bu da 6'dır, ümumi 6 verilib. 6. Bunda doğuran da 6, kök 2 də aydın məsələdir. Və böyük, bunu tapa bilirəm də mən, həcmin 3'də 1, S oturacaq 36 pi vur H. H da 6'dır. İxtisar getdi, qaldı 72 pi. 72 pi V böyükdür. Bu V kiçiyi tapıram. V kiçiyi də tapmaq üçün belə bir konusdur yenə. Baxın, belə bir konusdur. Həmin o konusun indi oturacağının radiusu neçədir? Bir dənə o hissəyə baxaq. Oturacağın radiusu. İndi burada deməli bizim balaca konusumuzun oturacağının radiusu lazımdır. Baxın, oranı necə tapmaq olar? İndi bu hissəni bir dənə pozum, bir dənə yaxınlaşdıraq. Baxın, dedik ki, bu ümumi hündürlükdür. Bunu bizə vermişdi. Neçə vermişdi? Diqqətlə baxın bu hissəyə. Bir dənə bunu buradan götürə bilmək lazımdır. Ümumi vermişdi hündürlüyü 6. Dedik ki, bura 3'dür. Buradan burada 3'dür. Burada 6'dır. Bu da 90 dərəcədir. Bu da 90 dərəcədir. İndi burada belə bir üçbucaq görürsünüz. Düzbucaqlı üçbucaq. Baxın. Belə bir düzbucaqlı üçbucaq görürsünüz. Buranı bizə verib 3. Buranı verib 3. Bura 90. Bura 90. Bu bucaqlar bərabərdir. Alfa. Bu da alfadır. Bura 6'dırsa, oxşarlığı tətbiq eləsək, bura alınacaq 3. Yoxlayaq. Balaca üçbucaqda alfanın qarşısındakı tərəfin, ona oxşar olan üçbucaqda alfanın qarşısındakı tərəfə nisbəti. Baxın, daha səliqəli görmək üçün bunu buradan göstərim sizə. Belə bir üçbucaq deyil. Baxın, belə bir üçbucaqdır. Diqqətdən baxın. Bura 3'dür, bura da 3'dür.
Bura x-dir, burada 6. Dedik ki bu bucaq alfadsa, bu bucaq alfadsa, bu bucaq da alfadır. Bu beta da ortaq bucaqdır. Balaca üç bucaqda alfanın qarşısındakı 3-ün, ona oxşar olan üç bucaqda alfanın qarşısında 6-ya nisbəti, x-in də 6-ya. Aydın məsələdə x-in 3 olduğunu gördünüz. Deməli, bura 3-dürsə, yəni bura da 3-dür. Onda bizim kiçik konusun radiusu da elədi 3. Bura yəqin aydındır. Artıq bura elədi 3. Bu hündürlük də verilib 3. V kiçik bərabərdir. 3-də 1 s oturacaq. 9 pi vur h, bu da 3'dür. Bunlar da getdi qaldı 9 pi. İndi bundan da bunu çıxanda 72-dən də 9 çıxanda qalar 63 pi. Cavabım oldu 63 pi. 25-ci suala baxıram. Modul x funksiyasının -1-2 parçasında o x ox ətrafında fırlanmasını alınan fiqurun həcmini tapın. Şagirdlər, bunu 2 yolla deyəcəyim sizə. Baxın, daha səmərəli hansıdırsa ondan yazın. Mənə elə gəlir ikinci yol daha səmərəlidir. Ondan yazsaz daha rahat olar. Modul x funksiyasının qrafikini bilirsiniz. Bu formadadır. İndi deyir -1-2 parçasında. Bura -1'dir. Bura -1, burada 2'dir. Bu parçada fırlanmasından alınan belə bir formada çəkək bunu, modul x-i. -1-2 parçasında o x oxu ətrafında, bu o x oxudur, fırlanmasından alınan bizdən fiqurun həcmini soruşur. Bu zaman belə bir konus yaranır şagirdlər. Belə bir konus yaranır. O x oxu ətrafında fırlandığı zaman belə bir konus yaranır. Diqqətli olun. Baxın, o x oxu ətrafında hansı deyək ki, tərəf ətrafında fırlanırsa, həmin tərəf hündürlük olurdu bildiyiniz kimi. Yəni o x oxu olur artıq hündürlük. Bu konusun həcmini soruşur. Burada iki konus görürsünüz. Bu birinci konus, bu da ikinci konus. İndi diqqətlə baxsaz, bu balaca konusun hündürlüyü bu artıq 1'dir. Baxın, buranın 1 olduğunu görürsünüz. Çünki -1-2 parçasında fırlanırdı bu. Bu elədir. Hündürlük h bərabərdir. Neçə? 1. Hündürlük 1'dir. İndi radiuslara baxaq. Radiuslar buradır. Şagirdlər, baxın, bu radiusdur. İndi buranın neçə olduğunu necə bilərik? Y bərabərdir modul x funksiyasıdır. Yerinə gətirib -1 yazsaz, eləyəcək müsbət 1. Deməli, bu hissədə 1 imiş. Deməli, radiusun 1 imiş. Bu da 1 imiş. Yəni, R alındı 1. İndi bunun V kiçik V1 yazaq. Birinci konusun həcmi 3'də 1 S oturacaq. 1'dir. 1'in kvadratı 1 vur pi. Vur h'da, o da 1'dir. Yəni, cavabım buradan alındı. Pi bölü 3. V2'ni tapsam. Bura 2'dir. 2 yazsam bu da 2 olacaq. Yəni, modul x funksiyası olduğu için yerinə 2 yazsam y-də 2 olur. Yəni, burada 2'dir. Deməli, bu 2'dir. Radiusu 2, hündürlüyü 2 olan konusun həcmi 3'də 1 S oturacaq. 4 pi vur h. O da 2'dir. Cavabım buradan elədi 3'də 8 pi. İndi bunları toplamalıyam. 1-dən 2'yi toplamalıyam ki, fiqurun həcmini tapım. Eləyir 3'də 9 pi. Cavabım da buradan alınır 3 pi. Bu birinci yol. İkinci yolumuz necədir? Bu 11-ci sinifin kitablarında var. Həmin o alınmış fiqurun həcmini soruşmur. V bərabərdir. Tapırsınız bunu belə. Pi vurulsun. Verilmiş fx funksiyasının kvadratı dx inteqrallayırsınız. Həmin o sərhədlər daxilində. Belə bir sadə üsulla da yaza bilərsiniz. Yəni, bu boyda şəkli çəkməyib də yaza bilərsiniz. Yerinə qoyuram. Pi vurulsun. Sərhədlərimiz -1-dən 2-yədir. Fx verilmiş funksiyam fx'im modul x-in kvadratı eləyir x kvadratı dx. İnteqrallasam x kubu bölünsün 3. Buradan
Yerinə yazsam, yerinə yazsam 3-də deməli 2-nin kubu 8 pi çıxılsın. Mənfi 1-in kubu da mənfidir. Qarşıya da müsbət kimi keçəcək. 3-də 1 pi. Bunları da toplasaq yenə də 3 pi cavabını alırıq. Görürsünüz? Bu düsturu yadda saxlayın. Bu düsturu yadda saxlayın. 11-ci sinifin kitablarında var. Asanlıqla bu suallar, bu sual tipli hər hansı bir sual imtahanda qabağınıza düşsə, belə istifadə edin, asanlıqla yazın, getsin. 25 idi bu. 26-ya baxıram. 26. Radisi belə olan bir kürənin tili A olan kubun tam səthinin sahəsinə bərabər olması üçün aşağıda münasibətlərdən hansı doğrudur? Deməli, kürənin tam səthinin sahəsi. Kürənin tam səthinin sahəsi 4 pi r kvadratı düsturundan hesablanır. Tili A olan kubun tam səthinin sahəsi də 6a kvadratıdır. Buna bərabər olması üçün. İndi buradan 2 ixtisar edin. 2 pi r kvadratı bərabərdir 3a kvadratı. Hansı variantlarda çarpaz vursaq bərabərlik ödənər, yoxlayaq. Deməli 2 pi r kvadratı 3a kvadratı. C variantına fikir verin. Eyni şeydir. Baxın bir dənə C variantına. 27. Bərabər tərəfli üçbucağın tərəfi 6 santimetrdir. Belə bir bərabər tərəfli üçbucaqdır. Bu 6 santimetrdir hər yer. Alınan deməli tərəfi ətrafında fırlanmasından alınan fiqurun tam səthini, tutaq ki bu 6 aşağı oturacaq tərəf ətrafında fırladan zaman alınan fiqur alınacaq. Onun bizə tam səthinin sahəsini soruşur. Dedi ki, hansı tərəf ətrafında fırlanırsa, həmin tərəf hündürlükdür. Onda həmin tərəf hündürlükdürsə, baxın, həmin tərəf hündürlükdürsə, belə bir oturacağı ortaq olan iki konus yaranır. Biraz da səliqəli eləmək olar. Şagirdlər. Çünki biz aşağı oturacağı 6 olan bərabər tərəfli üçbucağın, yəni baxın, bu tərəf ətrafında fırlatdım mən onu. Mən bunu qırmızı ilə göstərim. Bu tərəf ətrafında fırlananda dedik ki, həmin tərəf olmalıdır hündürlük. Hündürlük olmaq üçün aşağısı və yuxarısı, baxın, yəni 2 dənə konus yarandı burada. Lakin oturacaqları ortaq olan. İndi bunun tam səthinin sahəsini bizdən soruşur. Amma lakin burada bir şey var ki, şagirdlər, diqqətli olmalısınız. Diqqətli olası məqam nədir? Deyir ki, bizə tərəfi ətrafında fırlanmasına alınan fiqurun səthinin sahəsi. Səthinin sahəsi deyəndə biz bilirik ki, bunun tam səthinin sahəsinə baxmaq lazımdır. Lakin burada oturacaqları ortaq olan, fikir verin, baxın, oturacaqları ortaq olan iki konus var. Bunun aşağı, belə deyək də, oturacaq hissəsi eyni olduğu üçün bu iki fiqurun yan səthinin sahələrini tapıb toplamaq da kifayətdir. Yəni deməyim odur ki, bu iki konusun, belə deyək də, bu iki konusun oturacaqları ortaq olduğu üçün bunların tam səthlərini hesablayıb topladıqdan sonra oturacaq ortaq olduğu üçün həmin onu çıxmaq lazımdır oradan. Oradan oturacaqların, yəni bu dairələrin sahələrini çıxdığımız zaman elə S1 üstəgəl S2, yəni yan səthlərinin sahələrini cəmləmiş oluruq. Yəni bu fiqurun səthinin sahəsini tapanda elə S yan səthlərinin sahəsini toplamaq kifayətdir. Yəqin fikrim aydın oldu. Bir də təkrar edirəm. Bu verilmiş fiqurun səthinin sahəsini, yəni tam səthinin sahəsini tapmaq üçün onların tam səthlərinin sahəsini toplayıb oturacağı ortaq olduğu üçün onu çıxacaqsınız oradan. Və onu çıxdığınız zaman hər ikisinin ortaq olduğu üçün elə S yan səthlərini toplasanız kifayətdir. Yəni uzun yazmayın da, qısa yazın.
İndi bunun yan səthi S yan bərabərdir PRL ilə işlənir. İndi baxın, bu 6 idi. Bu 6 idi. Onda bura 3'dür. Bura 3'dür. Bərabər tərəfli olduğu üçün bura 60 idi, bura 30'dur. 60 dərəcə bucaq qarşısında katet, yəni bu hündürlük digər katetin kökdə 3 mislidir. Deməli, digər katetimiz də 3'dür, onun kökdə 3 misli 3 kök 3'dür. Haşim elədi 3 kök 3. Daha sonra L də var. İndi yerinə yazsam, eləyəcək nə? 18 kök 3 pi. Digəri də ona oxşar, yəni eyni. Bu da 3'dür hündürlüyü, ortaqdır. Bu da 3 kök 3'dür. Hesablasam, elə digəri də S-1, S-2. Yenə də eləyəcək neçə? 18 kök 3 pi. İndi bunları cəmləyərsiz, eləsin 36 kök 3 pi. Əssalam. 28-ci sualla davam edirik. Konusun yan səthinin sayısı S-yan, yəni PRL yan səthi. Deməli, S-dir. Oturacağının sayısı, yəni PR kvadratı Q-dür. Konusun doğranla hündürlüyü arasında bucağı tapın. İndi bu konusu bir dənə çəkək. Bu konusun bizə deyir, doğranı ilə hündürlüyü arasındakı bucağı. Baxın, bu bucağı bizdən soruşur. Bura R'dir, bura L'dir. Bizdən, daha doğrusu nə yazdım? Bura H'dir, bura R'dir, burada L'dir. Bu alfa bucağını soruşur. Bu alfa bucağını sinusla əlaqələndirsəm, qarşıdakı katetin hipotenuza nisbətidir. R'in elə nisbətidir. Və buradan nə iş görmək olar? Baxaq diqqətdən. Bu mane olmasın bizə. Buradan yazaq bunu. Sinus alfa bərabərdir. Dedik ki, R'in elə nisbətidir. İndi mən buradan R'i tapsam, olacaqmı? Kök altında Q bölünsün pi. Sonra harada əlaqələndirəcəyik? Biz bunu bir dənə baxın. Yerinə yazaq. Deməli, cavablarım Q ilə S ilə bağlıdır. S ilə bağlıdırsa, gəlin belə eləyək. Buradan gətirib yuxarıdakında yerinə qoysam, pi vurulsun. Kök altında Q bölünsün pi vurulsun L bərabərdir S. İndi burada sadələşdirmə, pi içəri pi kvadratı kimi getsə, ixtisar gedər, orada qalar pi vurulsun Q vurulsun L bərabərdir S-ə. Biz L-i tapaq buradan. S bölünsün kök altında pi Q. İndi bunu da gətirib burada yerinə yazsam, R'in yerinə yazıram. Kök altında Q bölünsün pi. Aşağıda da L'in yerinə S bölünsün. Kök altında pi vur Q yazaram. Onda şagirdlər, bu aydın məsələdir ki, buradan S məxrəcdə qalar. Bu da yuxarı qalxıb ona vurular bir kökün altında. Q böl pi vur Q. Burada pilər getdi. Q kvadratı qaldı. Ondan da Q çıxdı. Q böl S qaldı. Yəni cavabım oldu. Arcsinus, həmin o alfa bucağını da oradan tapsaq, arcsinus Q bölünsün S A variantı. Növbəti 29-cu suala baxıram. Deməli, doğranı kəsik konus çəkirəm birinci. Bu kəsik konusun doğranı M-ə bərabərdir. Və alt oturacaqla 60 dərəcə bucağı əmələ gətirir. M özü alt oturacaqla bu bucağı əmələ gətirir 60 dərəcə. Ox kəsiyin diaqonalı isə üst oturacaqla
belə bir bucağı əmələ gətirir. Kəsiyin diaqonalını çəkirəm. Üst oturacaqla, yəni bu oturacaqla alfa bucağı əmələ gətirir. O alfa ilə bu alfa dedik ki, çarpazdır. Kəsik konusun yan səthinin sahəsi. Bayaqki sualdan şagirdlər bu. S yanımız nəyə bərabərdir? Pi L R plus R. İndi buradan əlaqələnməyə baxmaq lazımdır. Dedik ki, bunun oturacağı burada R'dir, burada R'dir. Onda diqqətdən baxsaq, burada böyük R'dir, burada böyük R'dir. Dedik ki, bunun ox kəsiyi belə bir trapesiyadır. Belə bir trapesiya. Trapesiyanın bu hissəsi 2R'dir balaca, aşağı oturacaq böyük 2R'dir. Dedik ki, bir hündürlük çəkildiyi zaman bərabər yanlı trapesiyada hündürlüyün böyük oturacaqdan ayırdığı böyük parça hər zaman orta xəttdir. İndi orta xəttdirsə əgər, baxın, da ki, bu hündürlüyü buradan endirmişəm mən. Bu hündürlüyü endirmişəm. Onda bu hissə var, baxın, bu hissə hər zaman orta xəttdir. Yəni, R plus R'dir qaydaya görə. İndi, əgər R plus R'dirsə, mən o R plus R'i axtarmağa çalışıram. Bu M-dirsə, bu da düzbucaqlı üçbucaqdır. 60 dərəcə bucaq qarşısında katet. Yəni, əvvəlcə belə eləyək, bu 30 dərəcə. 30 dərəcə bucaq qarşısında katet hipotenuzun yarısıdır. Yəni, bura M bölü 2-dir. Düzdür, M bölü 2-dir. Burada 60 dərəcənin qarşısı olduğu üçün M kök 3 bölünsün 2-dir. Digər katetin kökdə 3 mislidir. İndi mən o bucağın da alfasını kotangensindən tapsam, kotangens alfa nəyə bərabərdir? Bitişik katetin, yəni R plus R'in qarşıdakı katetə M kök 3 bölünsün 2-yə nisbətidir. Buradan da R plus R'i tapsam, M kök 3 bölü 2 vurulsun kotangens alfa cavabını alıram. İndi gətirib yerinə yazsam, S yanım bərabərdir pi L. L M'dir. R plus R də M kök 3 bölü 2 vur kotangens alfa. Bu da M kvadratı pi kök 3 kotangens alfa bölü 2 A variantında var. Belə bir sualdır bu da. Sonuncu suala baxaq. 30. sual. Çəkildiyi konusun daxilində silindir çəkilmişdir. Silindirin həcmin konusun həcminin nisbətini tapın. Bu silindrin OA AB-yə bərabərdir. Yəni, bu məsafə R-dirsə, bu məsafə də R-dir. Silindirin radiusu, əvvəlcə silindirə baxıram. R, silindirin radiusu R-dir. OA məsafəsi R-dir. Hündürlüyü, deməli, hündürlüyü də, indi radius deməli, burada silindirə baxırıq da əvvəlcə. Bax, belə deyək də şagirdlər. Bu silindiri çölə çıxardıram. Diqqətdən baxın, sonuncu sualdır. Bu silindirin oturacağın radiusu R-dir. Hündürlüyü lazımdır bizə. Hündürlüyü də deyək ki, H-dır tutaq ki. Hündürlüyü də H-dır. Bunun həcmi nədir? V bərabərdir silindirin həcmi. S oturacaq, yəni pi R kvadratı H-dır. İndi söhbət burada konusdan gedirsə, bax, belə bir konus var. İndi bu konusun da oturacağının radiusu 2R-dir. İndi məsələ ondan ibarət ki, bəs hündürlüyü nədir? Hündürlüyü də odur ki, V bərabərdir. S oturacaq pi R kvadratı, 4R kvadratı vur H. H-a baxmaq lazımdır. Və bir də 3də 1 də var. 3də 1. Diqqətlə bura baxsaq, bunun birləşdirsək bunu. Burada oxşar üçbucaqlar var. Fikir verin. Oxşar üçbucaqlar varsa, bura 2R-dirsə, bura əgər R-dirsə, 2-nin 1-ə nisbətindədirsə, bu H-dırsa, onda burada H olacaq. Yəni, hündürlüklər də 2-nin 1-ə nisbətində olmuş olacaq. Baxın, buradan oxşar üçbucaqların xassəsini yazsaz, onu görəcəksiniz artıq. Onda deməli, bunun da hündürlüyü 2H-dır. Oldu 2H. Mənə deyir, silindirin həcminin
konusun həcminə, yəni 3-də 1 pi 4 r kvadratı h-ın da yerinə 2h yazıram nisbəti. Bu 3 qalxır yuxarı bura vurulur. Bu pi r kvadratları getdi, h-lar getdi. Cavabım qaldı 8-də 3. Yəni Y variantı. Belə. Bütün sualların izahlarını verdim şagirdlər. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.